Bundan gözəl bir tənlik ola bilməz. Komplekslərdən trigonometrik şəkildə yazılışını aldım. Yəni, xəyalımız, başlanğıcımız, varlığımız, yoxluğumuz, sonumuz, həyat çevrəmiz, böyüməyimiz, hamısı, gördünüz? 5 möhtəşəm ədədi bir tənlikdə birləşdirib. 50 yaşından sonra gözü kör olub. 90-dan yaxın əsəri var, kitabı var. Onların çox böyük bir qismində kör olandan sonra yazıb. Eri kosinus alfaya vurmalıyam. Güclü istedada falan ehtiyac yoxdur. Səbrə ehtiyacı var. Z bərabər mənfi adısa buradadır. Y üstü i vurulsun pi plus 1 bərabərdir 0 tənliyini alırıq. Dostlar, bugün kompleks ədədin trigonometrik şəkildə yazılışı haqqında danışacağıq. Kompleks ədədin trigonometrik şəkildə yazılışı haqqında danışmaq üçün əvvəlcə kompleks ədədin həndəsi təsvirini anlamalıyıq. Trigonometriya bilirsiniz də zaten həndəsədən gəlir. Düzbucaqlı, üçbucaqda bucaq haqqında, bucaq münasibətləri haqqında olan elmdir. Deməli dostlar, koordinat sistemində dedik ki, z bərabərdir a üstəgəl b şəklində yazılan ədədə kompleks ədəd deyilir də. Bu ədədə a ədədini, yəni koordinatları AB olan a ədədini qarşı qoyuruq. Və bu nöqtənin koordinatları a-sı, yəni absisi a-dır, ordinatı b-dir. Və o nöqtəsi ilə bu nöqtəni birləşdirirəm. Burada OA radius vektoru əmələ gəlir. Bura bir L deyək. Yəni, kompleks ədədi OA radius vektoru şəklində də göstərmək mümkündür. Radius vektoru şəklində də göstərmək mümkündür. Əslində bunların modullarıdır. İndi onu kompleks ədədin modulunda izah edəcəm. Burada görürsünüz, A ədədi, yəni həqiqi hissənin koordinatı OX ox üzərindədir. Xəyali hissənin koordinatı OY ox üzərindədir. Buradan demək ki, biz OX oxunu həqiqi ox, OY oxunu xəyali ox da adlandıra bilərik. Kompleks ədədin modulu nədir? Bilirsiniz ki, ədədin modulu onun əslində uzunluğunu bildirir. İndi biz Z kompleks ədədinin modulunu belə yazmalıyıq, düzdürmü? Buna OA radius vektorunun uzunluğu da deyə bilərəm, yəni R də yaza bilərəm. Çünki ona radius vektoru dedim. Yəni, kompleks ədədin modulu əslində həmin o OA radius vektorunun uzunluğudur, o da elə R-ə bərabərdir. Bəs bu necə tapılır? Burada görürsünüz ki, düzbucaqlı üçbucaq əmələ gəlir də. Sıfırdan A-ya qədər məsafə nə qədərdir? A santimetr. Tutaq ki, bura 4-dürsə, 4 santimetr. Deməli, sıfırdan B-yə qədər məsafə B santimetr. Demək ki, bu düzbucaqlı üçbucağın kateti, yəni yuxarı bu kateti B. İndi biz R-i tapmaq üçün Pifagor teoreminə əsasən kök altında A kvadrat üstəgəl B kvadrat yazmalıyıq. Demək ki, Z bərabərdir A üstəgəl BI şəklində, yəni cəbri şəklində yazılan kompleks ədədin modulu R-lə ifadə olunur və Pifagor teoreminə əsasən həqiqi və xəyali hissələrinin kök altında kvadratları cəminə bərabərdir. Pifagor teoreminə əsas. Məsəl üçün, Z bərabərdir 3 üstəgəl 4i şəklində yazılan vektorun modulu, daha doğrusu kompleks ədədin modulu, modulda Z bərabərdir R, yəni 3-ün kvadratı üstəgəl 4-ün kvadratı. Bu da bilirsiniz ki, 9 üstəgəl 16, yəni 25, oradan da 5 çıxacaq. Yəni Z bərabər 3 üstəgəl 4i şəklində yazılan kompleks ədədin uzunluğu 5-dir. İndi buradan modulun xassələrinə keçək. Modulun xassələri 1. Modulda Z1 və Z2 ədədləri verilərsə, yəni 2 kompleks ədədin hasilinin modulu onların modulları hasilinə bərabərdir deyə bilərik də. Hər hansı bir kompleks ədədin qüvvətə yüksəldib modulunu tapsam, onun modulunu tapıb qüvvətə yüksəltsəm eyni şey olur. Yəni, qüvvətinin modulu modulunun qüvvətinə bərabərdir. Z1 bölünsün Z2, yəni 2 kompleks ədədin nisbətinin modulu modulların nisbətinə bərabərdir. Yəni, bölüb modulunu da tapa bilərəm və ya modullarını tapıb da bölə
bilərəm. Kompleks ədədin uşaqlar özünün modulu ilə qoşmasının modulu həmişə bir-birinə bərabərdir. Niyə? Çünki z bərabərdir a plus bi şəklində yazılır kompleks ədəd. Qoşması da a çıx bi şəklində yazılır. İndi biz hər ikisinin modulunu tapsaq, bunun modulu kök altında a kvadrat üstəgəl b kvadratdır, düzdürmü? Qoşmasının modulu, burada da a kvadrat üstəgəl mənfi b də olsa mənfi b-nin kvadratı müsbət b kvadrat edir axı. Demək ki, bunların komplekslərin özü ilə qoşmasının modulu hər zaman bərabər olur. 5. Kompleks ədədin dostlar özünü qoşmasına vuranda əslində özünün modulunun kvadratı alınır. Daha doğrusu isbatı belədir bunun. A üstəgəl bi, yəni z, a üstəgəl bi vurulsun a çıx bi. Düzdürmü? Bu da müxtəsər vurma düsturuna əsasən a çıx b, a üstəgəl b. Bu şəkildə yığılır da a kvadrat çıx bi kvadrat. Düzdürmü? Yəni a kvadrat çıx b kvadratın asılışı b kvadrat i kvadratdır. I kvadratda mənfi 1 daxil. Yəni bunu silib bunun yerinə mən mənfi 1 yaza bilərəm. Onda mənfi 1 mənfi a kvadrat üstəgəl b kvadrat olur. Biz də bilirik ki, kompleks ədədin modulu kök altında a kvadrat üstəgəl b kvadratdır. Düzdürmü? Bu da kök altında a kvadrat üstəgəl b kvadratın modulu olduğuna görə deməli modulun kvadratıdır özü və qoşmasının hasili. 6-cı xassisə z1 ədədinin z2 ədədinə bölünməsindən alınır. Burada kesin bayaq bir nümunə verdim. Məxrəcin qoşmasına vururuq da hər zaman. Deməli z2-nin qoşması z2 üstü xətt olacaq. Deməli surəti də z2 üstü xətə vuracaqsınız. İndi burada 5-ci qaydaya əsasən z2-nin özünü qoşmasına vuranda əslində z2-nin modulunun kvadratı alınır. Yəni bu şəkildə də yaza bilərik. Dostlar, indi kompleks ədədin arqumenti, daha sonra isə trigonometrik şəklini izah edəcəm sizə. Kompleks ədədin dedik ki, həndəsi təsvir eləyərkən koordinat sistemində burada OX oxuna biz həqiqi ox, çünki A nöqtəsi onun üzərindədir və OY oxuna da xəyali ox dedik. Kompleks ədədin arqumenti nədir? Kompleks ədədi dedik ki, OA radius vektoru kimi təsvir eləyə bilərik. Həmin bu vektorun OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağa bir fi bucağı deyək. Yəni, fi deməyim, alfa deyim. Bəzən şagirdlər fi ilə qarışdırırlar. Və həmin bu fi bucağına kompleks ədədin arqumenti deyilir və bu şəkildə yazılır. Arq z, yəni z kompleks ədədinin arqumenti bərabərdir alfa. Arqumentdə, yəni arqument sözünün ingiliscə yazılışının ilk 3 hərfi. Mən biraz səliqəsiz yazdım. A, ki, arq z bərabərdir alfa. Həmin bu alfa, dostlar, 0-2 pi aralığında dəyişir. 0 daxildir, 2 pi daxildir. Və bu alfa necə tapılır? Alfa bərabərdir. Arq tangens, tığcı yazmayaq da, əvvəllər elə yazılırdı. Arq tangens modulda b böl a. Bilirsiniz ki, dostlar, sıfırdan, yəni koordinat başlanğıcından bura qədər məsafə A-dır. Buradan bura qədər də məsafə B-dir, çünki bura B-dir də, düzdürmü? Alfa bucağının tangensi tərifi nədir? Qarşı katetin bitişik katet nisbəti. Yəni, mən B-ni A-ya bölsəm, kompleks ədədin arqumentini tapmış oluram. Burada dostlar, alfa, yəni arqument, birinci rüb də yerləşə bilər, ikinci rüb də yerləşə bilər, üçüncü və dördüncü rüblər də yerləşə bilər. Yəni, kompleks ədəd belə ola bilər, alfa, və ya kompleks ədəd belə ola bilər, o zaman alfa bura olacaq. Kompleks ədəd 3-cü rübdə yerləşsə, o zaman alfa bura olacaq. Kompleks ədəd 4-cü rübdə yerləşsə, o zaman alfa bura olacaq. Aydındır. İndi onu nümunələrlə izah edəcəm. Bir dənə buna bəsit bir nümunə deyək. Fərz edək ki, z bərabərdir, tutaq ki, 2 üstəgəl 2i şəklində bir kompleks ədəd var. Bunun arqumentini tapaq. Yəni, o radius vektorunun həqiqi ox, OX oxunu əmələ gətirdiyi bu bucaqda alfa. Alfa bərabərdir. Arq tangens modulda 2/2. Bu da eləyir arq tangens 1. Düzdürmü? Tangens 1-i harada alır? 45 dərəcədir. Yəni, pi böldür. Demək ki, 2 üstəgəl 2 kompleks ədədini 45 dərəcə bucaq əmələ gətirir.
Burada dostlar bir şey qeyd edeyim. Bu çox vacib nüanslardan biridir. Dedik ki, kompleks ədəd z bərabərdir a üstəgəl bi şəklində yazılan ədədə deyilir. Fərz edək ki, a və b müsbət ədədlər olarsa, yəni a da sıfırdan böyük, b də sıfırdan böyük. Z bərabər a şəklində olan kompleks ədəd, yəni b-si yoxdur da, b-si sıfırdır. Bu zaman bunun arqumenti, yəni arq z, yəni alfası sıfır olacaq. Niyə? Baxın. B-si yoxdur da, ancaq A-sı var. A-sı varsa, yəni bu burada deyil də, ancaq o. Düşüb aşağı, ancaq ədəd burada yerləşir. Ədəd yalnız buradadır. Bu da o x oxu ilə 0 dərəcə əmələ gətirəcək. Yoxdur axı B-si, B yoxdur. Əgər Z bərabərdir, mənfi A olarsa, onda bu yəni digər tərəfdə olacaq da, əks istiqamətdə yerləşəcək. Onda 180 dərəcə əmələ gətirəcək. Yəni, arq Z bərabərdir pi və ya 180. Sıfırdırsa buradadır. Yəni, Z bərabər A-dırsa. Z bərabər mənfi A-dırsa buradadır. Yəni, Z bərabər 3-dürsə arqumenti 0-dır. Z bərabər mənfi 3-dürsə arqumenti 180 və ya pi dərəcədir. İndi fərz edək ki, A-ları sıfırdır, B-si Z bərabər BI şəklində yazılıb. Bir də Z bərabər mənfi BI şəklində yazılan kompleks ədədin arqumentlərini tapaq. Məncə özünüz fikirləşin, mən yazana qədər tapa bilərsiniz. İndi dostlar, A-sı olmadığına görə yalnız B-si var. B də xəyali hissədir. Xəyali hissədə Y oxu üzərində, yəni həqiqi oxu üzərində olur. Demək ki, bunun yalnız B nöqtəsi var da, düzdürmü? Yəni A-sı yoxdur. Yəni, belə yerləşə bilməz, A-sı yoxdur. Ancaq B-si var. B-si varsa, demək ki, bu 90 dərəcə əmələ gətirib də. Yəni pi bölü 2-dir, düzdürmü? Mənfi B olanda bu düşəcək aşağı, 180 dərəcə fırlanacaq. Yəni mənfi B, mənfi B. O da olacaq, baxın, buradan başladıq axı. 90, 90, 90, 3 dənə 90, yəni 270. Radianla ifadə eləsək, 3 pi böl 2 əmələ gətirəcək. Yəni, tutaq ki, hər hansı bir kompleks ədəd görürüz, Z bərabərdir 3. Bunun arqumenti, yəni alfası neçədir? 0 dərəcə. Z bərabərdir mənfi 3. Arqumenti neçədir? Pi dərəcə və ya 180 dərəcə. Z bərabərdir 3i olmasın. 5i. Arqumenti neçədir? 90 dərəcə. Z bərabərdir mənfi 5i. Arqumenti neçədir? 270 dərəcə. Yəni, bu 4 halda daha rahat tapırıq da. Yəni, indi yazacağım trigonometrik şəkillə, daha doğrusu aktangens B-ilə falan tapmağa ehtiyac yox. Birbaşa tapa bilərsiniz. Çünki konkret oxlar üzərində yerləşəcək. B-lər sıfırdırsa, absis oxu üzərində ya 0 ya 180. A-lar sıfırdırsa, ordinat oxu üzərində ya 90 ya da 270 dərəcə olacaq. İndi dostlar, trigonometrik şəkildə yazılışını izah edeyim. Baxın, çox bəsitdir. Riyaziyyatda güclü istedada falan ehtiyac yoxdur. Səbrə ehtiyacı var sadəcə. Biraz zehni əməyə ehtiyac var və qorxmamalısınız. Yəni, o bəlkə qulaq asırsınız mənə bu videoya. Deyirsən, müəllim nə danışır? Heç nə başa düşmürəm. A oradan, B buradan, Z buradan, I buradan, hamısı hərflərdir. Halbuki diqqətlə qulaq assanız, çünki nümunələr də verirəm. Bir dəfə yox, 2 dəfə qulaq asın, 3 dəfə qulaq asın, 5 dəfə qulaq asın. Mütləq ki, başa düşəcəksiniz. Məndən başa düşməniz, başqa müəllimlərin videolarına qulaq asın. Başqalarının dilin izahı sizin üçün daha aydın ola bilər. Yəni, öyrənmək istəyirsinizsə, öyrənmək üçün möhtəşəm dərəcədə alətləriniz və şansınız çoxdur. Bunu sizi günahlandırmaq üçün demirəm. Sadəcə, riyaziyyat biraz zəhmət tələb edir. Hər iş belədir. Yəni, burada riyaziyyatı xüsusi qorxuducu eləyən bir şey deyil, zəhmətin tələb olması. Həyatda hər işdə ciddi uğur əldə eləmək istəyirsənsə, tam başa düşmək, dərk eləmək istəyirsənsə, biraz zehni əmək sərf eləməlisən, vaxt sərf eləməlisən, enerji sərf eləməlisən. Trigonometrik şəkildə yazılışına baxaq. Dostlar, dedik ki, kompleks ədəd, yəni Z bərabərdir A üstəgəl BI şəklində yazılan ədədə dedik. Burası A oldu, bu B oldu. Kompleks ədədini radius vektoru şəklində də izah edə bildik, göstərə bildik. Və burada alfa dedik, arqument. İndi buradan sıfırdan A-ya qədər olan məsafə A santimetr, B-yə qədər olan məsafədə B vahid deyək də, B vahid və A vahid. Buradan alfa bucağının sinusunu tapmağa çalışsam, bilirsiniz ki, sinusun tərifi qarşı katetin, yəni B-nin, yəni burada düzbucaq, usbucaq yanılır da dostlar.
B-nin hipotenuza nisbətidir. Yəni B bölünsün R. Kosinus alfanı tapsaq, kosinus alfa bucağa, yəni alfa bucağına bitişik katetin hipotenuza nisbətidir. Yəni A-nın R-ə nisbətidir. Birinci tənlikdən B-ni tapmaq istəsəm, R-i sinus alfaya vurmalıyam da, düzdürmü? Yəni B bərabərdir R sinus alfa olacaq. İkinci tənlikdən A-nı tapmaq istəsəm, R-i kosinus alfaya vurmalıyam. Yəni A bərabərdir R kosinus alfa olacaq. İndi uşaqlar biz komplekslərin cəbri şəkildə yazılışı budur. Yəni A üstə gəl B. Mən A-nı nə tapdım? R kosinus alfa. Demək ki, A-nın yerinə yazıram R kosinus alfa. Üstə gəl. B-ni nə tapdım? R sinus alfa. Onu da yerinə yazıram R sinus alfa vur I də öz yerində qalır. Hər ikisində ortaq vuruq görürəmmi? R. Onu çıxardıram mötərizə xaricinə və burada qalır I sinus alfa. Gördünüz? Cəbri şəkildən AB-ni alfalarına, sinus, kosinusuna ifadə elədim. Yerinə yazdım. Komplekslərin trigonometrik şəkildə yazılışını aldım. Yəni Z bərabərdir R vurulsun. Kosinus alfa üstə gəl I sinus alfa komplekslərin trigonometrik şəkildə yazılışıdır. İndi dostlar, fərz eləyək ki, 2 dənə komplekslər verib trigonometrik şəkildə. Onda Z1 bərabərdir R1 kosinus alfa 1 I sinus alfa 1. Bir də Z2 verib R2 kosinus alfa 2 və I sinus alfa 2. Bizdən 1, Z1 və Z2 ədədlərinin trigonometrik şəkildə yazılmış ədədlərin hasilini soruşa bilər, nisbətini soruşa bilər və n-ci dərəcədən qüvvətini soruşa bilər. Bunları necə tapacaq? Çox bəsit. Z1-i Z2-yə vurmaq üçün R1-i R2-yə vurursunuz, yəni modullarını bir-birinə vurursunuz. Vurulsun. İndi bunun isbatını verməyib, trigonometrik düsturlardan gəlir, toplama düsturlarına. Kosinus alfa 1 üstə gəl alfa 2, üstə gəl I sinus alfa 1 üstə gəl alfa 2. Yəni R-ni R-inə vurursunuz. Burada dostlar mötərizəni yazmaya yazılma çıxıb. Bir də alfaları toplayırsınız. Böləndə eyni şeyin çıxması olacaq. Yəni R1 bölünsün R2 vurulsun mötərizədə. Kosinus alfa 1 çıx alfa 2 üstə gəl I sinus alfa 1 çıx alfa 2 olacaq. Qüvvəti yüksəldəndə də bax bu ədədin R-in, yəni modulun üzərinə n-i qoyursunuz, n-ci dərəcə yüksəldirsiniz. Alfalar isə sadəcə n-ə vurursunuz. Bunların hamısını isbat eləməyə vaxtım yoxdur. Bir dəfə deyəcəm mütləq onu. Sinus n alfa. Belə bir kompleks ədəd verib Z bərabərdir 1 üstə gəl kök 3 i. Bunu trigonometrik şəkildə yazaq. Əvvəlcə alfanı tapmalıyıq, argumenti. Argumenti dostlar alfanı bayaq dediyimiz arctangens modulda B böl A-dan da tapa bilərsiniz. Və yaxud da ki, baxın, bunlardan da tapmaq olar. Hansından istəyirsiniz tapın. Mən bundan tapım. Yəni arctangens heç yəni şəkli çəkməsəniz belə B kök 3-dür, A 1-dir. Kök 3 böl 1 modulda elə kök 3 eləyir. Tangens kök 3-ü harda alır? 60 dərəcədə. Yəni pi böl 3-də. 60 da yazmaq olar, pi böl 3-də yazmaq olar. Bir də radiusunu tapırıq. R bərabərdir. Kök altında A kvadrat üstə gəl B kvadratı da dedik. Yəni modulu. O da elədi 1-in kvadratı üstə gəl kök 3-ün kvadratı 3 elədi. Oradan 2 çıxdı. Demək ki, trigonometrik şəkildə yazılış budur axı, düzdürmü? Yəni bu ədədin, kompleks ədədin trigonometrik şəkildə, yəni bu cəbri şəkildə yazılmış ədəddir də. Trigonometrik şəkildə yazsaq olacaq R vurulsun, yəni 2 vurulsun kosinus alfa, yəni 60 dərəcə və ya pi böl 3 üstə gəl I sinus pi böl 3. Dostlar, bunu da deyib kompleks ədədlər mövzusunu bitirirəm. Əslində mövzu bitdi. Sadəcə Euler tənliyini vurğulamaq istəyirəm. Bunun çox detallı geniş videosunu çəkəcəm. Riyaziyyatın həqiqətən çox möhtəşəm. Yəni ən gözəl, kainatın ən gözəl tənliyi, bəlkə də var olan ən böyük, ən gözəl bir şeydir də bu Euler tənliyi. Y üstü Y ədədi, Y üstü IX bərabərdir. Bu
kompleks ədədin trigonometrik şəklində yazılışından gəlir. Yəni yenə deyirəm, detallı izah edə bilməyəcəm çünki uzundur biraz. Buna aid ayrıca bir video çəkəcəm. Y üstü ix bərabərdir kosinus x üstə gəl i sinus x. Buna Eulerin tənliyi deyilir. Leonard Euler 18-ci əsrdə yaşamış riyaziyyatçı. Burada dostlar, eksponensial funksiya ilə trigonometrik funksiyanı Euler bir yerdə göstərir. Eksponensial funksiyalar, yəni üstü funksiya, bu trigonometrik funksiya. Burada baxın, x-in yerinə, diqqətlə baxın bura, x-in yerinə pi ədədi yazsam, pi. Onda bu olacaq y üstü i, i-ni kompleks ədəddə keçdik də, imagine. Vur pi, diqqətlə baxın. X-in yerinə pi qoydum sadəcə. Bərabərdir. Kosinus pi üstə gəl i sinus pi. Düzdür. Buna sadələşdirsək, y üstü i vur pi bərabərdir. Kosinus pi-də -1 alıraq. Sinus pi-də 0. -1 sol tərəfə keçsək, y üstü i vurulsun pi plus 1 bərabərdir 0 tənliyini alırıq. Buna Euler identikliyi deyilir. İdentikliyi. Dostlar, kainatda bundan gözəl bir şey yoxdur. Yəni, bundan gözəl bir tənlik ola bilməz. Niyə? Riyaziyyatın, kainatın 5 vacib ədədi buradadır. Yəni, Euler bizə göstərir ki, bunların hamısı bir yerdə görüşə bilər. Bunlar dediyimiz nədir? Y ədədi. Böyümə deməkdir. Eksponensial artımdır. Eksponensial artım. Bunların hər birinə aid və ya loqaritmada onluq natural loqaritmanın əsasıdır. Loqaritma. Limitdə deyəcəm bunun izahını. Hardan gəlir? Sonra pi ədədi. Pi-ni də bilirik. Çevrənin uzunluğunun diametrinin nisbətidir. Y ədədi bu arada 2.17. 2.7 və sonra 1.828 gəlir. Bizə 2.7 lazımdır, əsas təqrib. Bunlar irrasional ədədlərdir. Bir başlanğıc varlıq düzdürmü? Bir ədədi başlanğıcı ifadə eləyir, varlığı ifadə eləyir, mütləqliyi ifadə eləyir. 0 yoxluq və ya son ifadə eləyir. I xəyali ədəddir. Yəni, belə bir şey yoxdur. Xəyalımız, başlanğıcımız, varlığımız, yoxluğumuz, sonumuz, həyat çevrəmiz, böyüməyimiz, hamısı, gördünüz? 5 möhtəşəm ədədi bir tənlikdə birləşdirib. Bundan gözəl bir şey ola bilməz dostlar. Yəni, bu çox möhtəşəm bir tənlikdir. İndi real həyatda bu qarşınıza çox da çıxmayacaq. Lakin elmin dərinliklərində bizə çox lazım olur. Yəni, belə deyək də, elmin inkişafına töhfə vermiş bir riyaziyyatçıdır Euler. 50 yaşından sonra gözü kör olub. 90-dan yaxın əsəri var, kitabı var. Onların çox böyük bir qismində kör olandan sonra yazıb. Və bildiyimiz bu pi ədədi var, məsələn 3.4. Bu zaten bilinirdi irrasional ədəd oldu. Amma pi-ni simvolizə edən Eulerdir. Ümumiyyətcə, müasir riyaziyyatdakı simvolların bir çoxunu Euler yaradır. Riyaziyyat bəzən çətin görünür. Belə anlarda anlayırsan ki, riyaziyyat sadəcə hesab deyil, mükəmməl bir dildir.